Hamıya salam. Səhər tezdən oyanmışam ki, bir nəfərlə görüşəcəm velosiped almaq üçün. Bu könlündür. Mən köhnə velosipedimi satdım. Dedim, təzəsini almağın vaxtıdır, çünki havalar artıq isinib və yaxşı bir velosiped tapmışam. Onu əldən qaçırmamaq üçün indi yola düşürəm. Göstərəcəm sizə. Qəşəng velosipeddir doğrudan da. Belə çıxdım yola, evdən çıxmışam. Küçənin başındayam. Elə bir avtobus, 2 avtobus dəyişəcəm. 2 nömrə ilə belə, sonra da 305 nömrəli avtobusla aşağı doğru düşəcəm. Cənubi Windsor deyirlər. Orada bir nəfərlə görüşəcəm. Yəni dedim belə 9-10 arası görüşərik. Avtobusu nəzərə alaraq ki, Windsorda çox gecikdir avtobuslar. Ona görə saat 8-də evdən çıxdım. İndi 9-a işləyir, 7 dəqiqə. Gedək. Velosipedi hələ sizə göstərmədim. Yəni şəklini. Yaxşı olar ki, elə hər kəs üçün sürpriz olsun. Səbirsizəm. Gedim velosipedə baxım, götürüm, sürüm. Hoşuma gəlsə təbii ki alacağam. Və belə dana, başqa nə deyim? Nə qədər danışar adam səhər-səhər. Tada. Gəldim, çatdım. Saat 9-a qalır 10 dəqiqə. Bu küçədə yerləşir, görüşəcəyim adam. Velosipedi yoxlayanda, alanda, minəndə, düşəndə videoyu çəkməyəcəm. Ona görə ki, yəni satan adamı istəmirəm videoda görsənsin. Belə nə qəşəng küçədir. Demək olar ki, bütün küçələri belədir Windsor'un. Quşların səsi ləzzət eləyir də. Əsasən də səhərlər. Demək olar hər rəng var. Təbiət oyanıb deyə. Yayda heç bu qədər insan gözünə çarpmır rənglər. Zibil qabı arxasında da güllər. Uşaqlar, velosipedi aldım. Özdə babat da velosipeddir. Düzdür, yağın içində deyil, çünki işlətməyib qarajında qalıb. Bu əlimdəki pul nədir? 100'ə alacaqdım, sürdüm, biraz danışdım ora-bura. Bunun arxasında bir dənə 5 var, qəşəng. Elə bir ki, 25 dollar endirim elədim mən üçün. Dedi 100 vermək məcburiyyətində deyilsən. Çünki özüm dedim, yəni bunu işlənməyibdi. İşlənməməyə əslində yaxşıdır, amma bir baxıma da pisdir, çünki paslıdır. Dedi, İstərsən səni apara bilərəm evə. Çünki dedim 2 avtobusdan gəlmişəm falan, söhbət eləyəndə. Dedim ya, ondan sonra indirim eləməyin daha məsləhətdir. Dedi, hə, onda 100 vermərsən, 75 verərsən. Bomba kimi. Və söhbət nədir? Mən indi bunu evə velosipedlə aparacağım. Çünki hava sərindir, mən də nazik geymişəm. Və birazdan da hazırlaşım işə getməliyəm, ona görə. Yormaq istəmirəm də özümü. Ona görə gəldiyim avtobusla da təzədən getmək üçün təzədən qarşı yola, yox qarşı yola yox, elə bu yoldan keçirəm avtobus dayanacağına və avtobusumu gözləyirəm. Sonra yeni çəkəcəm hələlik.
Gəldim, çatdım. İndi yenə 2 nömrəni gözləyirəm ki, gəlsin minim. Hoşum avtobusdan avtobusa da bugün. Velosiped də budur. Biraz pasları var, açıq ayaqda. Burada. Biraz burada çətinlik çəkdim. Asanda buranı yağlayacağım. Təkərlər, kornis falan hamısı yaxşıdır. Sürətlər qutusu işləyir. Belə. Bu arada mənim avtobusum birazdan gələcək. Ona minib qayıdıram. Avtobusdan düşən kimi qısa gəldim. Avtobusa bindim. Gözləyirəm. Hava bugün yağışlıdır. Kaş günəşli olardı. Biraz çöldə daha çox video çəkə bilərdim. Üçün eybi yox. Hı. Videomu beğendiyse kanala abone olun. Videonu beğenin ve növbəti videoları gözləyin. Hələlik.